Kanalıma ve videoma hoş gelmişsiniz. Bugünkü mövzumuzun adı Plural of Nouns, yani isimlerin cəmlənməsidir. Bu videoda cəm şəkilçilərinin artırılması və bəzi qeyri-adi halları izah edəcəm. Keçək dərs izahına. Deməli, İngilis dilində isimlərin cəm forması aşağıdakı kimi düzəlir. Birinci qaydamız, əksər isimlərin cəm forması ismin sonuna yalnız S şəkilçisi artırmaqla düzəlir. Bu bizim adi qaydamızdır. Məsələn, e-book, books, yəni kitab, kitablar, car, cars, maşın və maşınlar. İkinci qaydamız S, SH, TCH, CH, X və O hərfləri ilə bitən isimlər var ki, cəmlənərkən ismin sonuna yalnız ES şəkilçisi əlavə olmaqla cəmlənir. Məsələn, box, boxes, qutu, qutular, glass, glasses, stəkan və stəkanlar, bench, benches, bench oturacaq, cəmlənərkən oturacaqlar. İstisna qaydamız var ki, sonu O ilə bitən isimlər, bu isimlər ki, alınma sözlərdir. Onların cəmlənməsi ismin sonuna S artırılmaqla düzəlir. Məsələn, foto, photos, şəkil, şəkillər, radio, radios, radio və radiolar, video, videos. Keçək növbəti qaydamıza. Sonu F, FI ilə bitən isimlər vardır ki, onların cəmlənməsində həmin bu F, FI atılır, yerinə VES əlavə olunur. Məsələn, self, selvis, wife, wives, shelf, shelves. Dördüncü qaydamız samit plus Y strukturu ilə düzələn isimlər cəmlənən zaman Y düşür və ES şəkilçisi ilə əvəz olunur. Məsələn, baby, babies, city, cities, country, countries. Keçək növbəti qaydamıza. İngilis dilində bəzi isimlər var ki, onlar cəmlənərkən kökdən dəyişir. Yəni, bu nə deməkdir? Elə isimlər var ki, onlar cəmlənərkən nə S, nə də ES şəkilçisi qəbul edir. Onlar kökdən cəmlənir, yəni fleksiya uğrayır. Məsələn, man, men, yəni adam, adamlar, woman, women, qadın, qadınlar, foot, feet, ayaq, ayaqlar, tooth, teeth, diş, dişlər, goose, geese, qaz, qazlar, mouse, sıçan, cəm halı mice, sıçanlar, lows, lice, lows birə, cəm halı lice birələr, ox, öküz, oxen, öküzlər, child, uşaq, yəni burada bir uşaq nəzərdə tutulur, children, uşaqlar, bu isə cəm halıdır, person, people. Person bir şəxsi bildirir, people isə insanlar, onun cəm halıdır. Beşinci qaydamız. Mürəkkəb isimlərin cəm formasını düzəltmək üçün şəkilçi əsas komponentdə, yəni sözünündən əvvəlki sözü artırılır. Məsələn, sister-in-law, baldız, sisters-in-law. Bu mürəkkəb sözü cəmləndirərkən biz ortadakı sözünü, yəni in sözündən əvvəlki sözə S şəkilçisi artırırıq. Məsələn, editor-in-chief, editors-in-chief, baş redaktor. 6-cı qaydamız. Tərkibində man, woman sözləri olan isimlər cəmlənərkən iki hal nəzərə alınır. Deməli, birinci hal, əgər bu sözlər ismin əvvəlində gələrsə, hər iki tərəf cəmlənəcək. Məsələn, man driver. Man məfhumu sözün əvvəlində gəlmişdir və bu zaman cəmlənərkən həm man sözü, həm də driver sözünü cəmləndirəcəyik, yəni man drivers. Əgər bu sözlər ismin yalnız sonunda işlənərsə, o zaman yalnız özləri cəmlənəcək. Məsələn, post-woman sözündə woman ikinci tərəfdə gəlmişdir. Cəmləndirərkən yalnız woman sözünü cəmləndiririk. Və biz bildiyimiz kimi woman sözü kökdən dəyişən, yəni cəmlənən sözdür. Olacaq post-woman. İstisna bir qaydamız var ki, tərkibində hər man məfhumu olan sözləri biz mürəkkəb söz hesab edə bilməliyik və o sözləri cəmləndirərkən yalnız S şəkilçisindən istifadə edirik. Məsələn, German, Germans, Norman, Normans, Roman, Romans. Bunlar həmin milliyyətə məxsus olan insan bildirən sözlərdir. İngilis dilində bəzi topluluq bildirən isimlər də vardır ki, məsələn, goods, mal, əmtə, clothes, paltar, poultry, quşlar, cattle, stairs, pilləkən, contents, məzmun, gentry və police. Bu isimlər yalnız cəmdə olan isimlərdir, topluluq bildirir və cümlədə xəbəri yalnız cəmdə olur. Məsələn, there are police in the yard.
Buradan da görə bilərik ki, xəbərimiz cəmdə işlənmişdir və nəzərə almaq lazımdır ki, bu isimlərin heç vaxt qarşısında an artiklı işlənmir. Digər bir qaydamız təki və cəmi eyni olan isimlər. Bu isimlər hansılardır? Sheep, qoyun, swine, donuz, deer, maral, craft, gəmi, aircraft, təyyarə, fish, balıq. Bu isimlərin tək və cəmi eyni olur və hansı ismin tək və cəmi olduğunu bilmək üçün cümləyə baxmaq lazımdır. Əgər cümlənin xəbəri təkdədirsə, isim də təkdədir deməkdir. Əgər cümlənin xəbəri cəmdədirsə, isim də cəmdədir deməkdir. Məsələn, the sheep is in the forest. Qoyun meşədədir. The sheep are in the forest. Qoyunlar meşədədir. Bir şey də nəzərə çatdırmaq istəyirəm ki, fish sözünə es şəkilçisi əlavə olunduqda bu zaman balıq yox, balığın növünü bildirir. Digər bir qaydamız elm və idman sahələri ilə bağlı olan sözlərdir ki, onların sonunda x sufiks olur və bu sözlər var ki, cəm kimi görünsə də əslində hər zaman təkdə hesab olunur. Məsələn, phonetics, linguistics, economics, politics. Nəzərdə saxlamaq lazımdır ki, elm və idman sahələrə bağlı olan sözlər, sözlərin işləndiyi cümlələrdə xəbər yalnız təkdə olur. Məsələn, physics is my favorite subject. Yəni, fizika mənim sevimli fənnimdir. Sonunda bir qeydi də nəzərə çatdırmaq istəyirəm ki, biz bayaq dedik ki, people, yəni person, people, bu kökdən dəyişən və cəmlənən isimdir. People insanlar mənasında yalnız cəmdə, xalq mənasında isə həm cəmdə, həm də təkdə də işlənə bilər. Ümid edirəm hər şey aydın olmuşdur. Növbəti videoda bu dərslə bağlı test izahlarına baxacağıq. İzlədiyiniz üçün təşəkkürlər.